Salam dəyərli insanlar. 16 iyun Dünya Çempionatının təxminlərini bölüşəcəm sizlərlə. Təxminlər də keçməmişdən öncə WhatsApp qrupumuz var. Tam ödənişsiz qrupdur. Bioda əlaqə nömrəsini yazaraq qoşula bilərsiniz. Keçək günün oyunlarına. Fransa, Senegal. Fransanın hücum xəttinə baxanda Olise, Dembele, Doye, Mbappe. Yəni bu hücumçular tək özlərinə 8 rahat qapı çərçivəsinə zərbə edərlər. Əgər futboldan söhbət getsə, dünənki kimi olmasa. Dünən İspanlar 0-0, Belçika 1-1, Uruqvay 1-1, İran 2-2, 4 oyunun 4-ü heç-heçə oldu. Yəni bu hər videoda qeyd edirəm, kontorların hər oyunlara, hər çempionata müdaxiləsi var. Bu 2002-ci ildə, 2000-ci illərdəki olan futbol indi yoxdur. Fransa-Senegal oyununda əsas seçim olacaq qapı çərçivəsinə gedən zərbələr. Toplam 8 zərbə, ikinci seçim kimi toplam qollar 2.500 geniş kuponlarda bunu qeyd edə bilərsiniz. Hesab təxminlərim 3-1, 2-1. İraq, Norveç. Qol vurar istənilən vaxt Erling Haaland. İkinci seçim kimi Norveçin qələbəsi və 1.500. Hesab təxminim 0-2, 0-4. Argentina, Əlcəzair. Qapı çərçivəsinə toplam burada da gedən zərbələr 8 zərbə. İkinci seçim kimi Argentina qələbə. Mən burada Lautaro Martinezdən də 2 qapı çərçivəsinə zərbə gözləyəcəm. Hesab təxminim 2-1. Avstriya, Yordaniya. Avstriya qələbə. İkinci seçim kimi birinci isə kün zərbələrini qazanar Avstriya. Hesab təxminlərim 1-0, 2-0. Uğurlar, bol şanslar, diqqət seçimdə edin, kuponlarınız uğurlu olsun. Əsas öz analizlərinizə, öz statistikalarınıza üstünlük verin.